Tələbəm Məhəmməd bəylə bugün şəhərdə axır sürmə dərsimizdəyik. Maşallah, stop istiqamətində də əlin düzgün sürürsən. Və səninlə cəmi ikinci dərsimizdir Məhəmməd. İlk dərsimizdə meydansızda keçdik səninlə. Və orada dönmə qaydaları, manitmə qaydalarını öyrəndik. İndi isə Babək prospektindəyik. Yasamaldan gəlmişik bura. Yasamaldan Azneft dairəsi, şəhərin mərkəzi, Ali məhkəmənin yanı və s. və daxil. İndi Babək prospektindəyik. Özün necə istəyirsən? Əşə qədəsində qardaşım. Əhsənsinə. Düz gedirik. Ehtiyatlı ol bu avtomobildən. Çıxacaq qarşımıza. Maşallah olsun. Git yavaş yavaş. Hər tələbəndə ikinci dərs yola çıxartmıram. Bu boyda məsafə sürdürmürəm. Misal üçün, tələbə var götürmə qabiliyyəti yüksək səviyyədə sənin kimi. Görürəm maşallah yaxşıdır. Çıxırıq. Amma görsəm ki, yox, hələ meydansızda istədiyin nəticəni verə bilmirsənsə, bu ikinci dərsdə qalacaqdıq orada. Bugün sənlə artıq böyük bir məsafə qət eləmişik. Yasamaldan Babək prospektinə gəlmişik. Uğurlar olsun dostum.